Hər kəsə salam, mən Ayxan. Bugün sizlərlə birlikdə Əlixan Rəcəbovun videolarına baxırıq. Hələ də kanalıma abunə deyilsinizsə aşağıdan dərhal kanalıma abunə olub bu videoma da like atmağı unutmayın. Qudurmuş uşaq. Dostunu götür, gelin iste çay için sonra oynayarsınız. Biz Aha. de çay için. Görmüşsen oyun oynuyoruz. Seni girmemişten kabuk kapı diyor icazan sonra. Ay zül. Soyut diye bütün oyuna karşı. Hatta burada nefrete zerre değilsin. Fikir verme. Oyna. Sen ben mamamdan neyle danışsan ya cın. Uşaqlar marketdə. Bundan istəyirsən, özün bilərsən. Amma marketdə də mən balaca vaxtı həmişə uşaq vaxtı marketə girəndə həmişə oyuncaq axtarırdım. Bilmirəm indiki uşaqlar axtarmır. Mən sənin həyatı alt üst eləmişəm, hə? 600. Gül kimi tək yaşayırdım da. İstədiyim yeməyi yeyirdim. Ayda. İstədiyim vaxt oyun oynayırdım. İstədiyimi giyinib istədiyim yerə gedirdim. Sən eləmi? Amma həqiqətən elədir, həyatı da Sözün bir yaxşı mənasında olanda alt üst çox edirsən. fantastik olur, alt üst olur adamın həyatı. Amma darıxıram köhnə həyatdan da ötürü. Amma ilişkili həyatda da belə deyim də, biraz belədir. Kişilərin emosional dəstəyi. Sizin ailədə kimsə ağlayanda siz neyinirsiniz? Neyini? Sen özün bir yolla. İt balası gibi çırpın. Həqiqətən bir-biri eləsər eləmək lazımdır. Bəlkə turnikdən sağlanasan boyun çıxsın. Belki yok. Ala geyiniz böyüzən. Bəs dağlı topuğunda olan insanların zarafatlarına dözdünüz. Onu biraz aşağı elə. Biraz da. Hamı bizə Dəstəyi salam boş ver. verəndə başını əyir. Bizə nə kök şirəsi, nə də ki vitamin kompleksi lazımdır. Harasa Aha. baxmaq üçün özümüzü yandırmırıq. Dünyanı fəth edənlər balaca boylar olub. Çingiz Xan, Napolyon, Lenin. Hündür boylarda belə olur, balaca boylarda belə. Ha, Piu piu, bıdış bıdış. Siz başınızı əyib keçən yerdən biz başı dik keçirik. Ayda. Xırda addımlardan başlayır. Yəni bizdən. Siz Qəşəng. geyimə artıq pul xərclədiyiniz yerdə biz Baby Shop'dan alış-veriş edirik. Sizin bir günə yediyinizi biz bir həftəyə yeyirik. Zordu ki. Zəlzələni hamıdan qabaq hiss edirik. Bütün şəkillərdə ön sıradayıq. Biz hündürə yox, dərinə böyüyürük. Boyumuzun yarısı isə Yerin altında zor. Süper olur. sağlam ol. Çox sağ ol. Baba? Axı sən ölmüşdün. Ama ruhum hemşe seninle. Bəs evin? Onu Ay, evi əmmim oğluna saxla. Sən nə isə mənə ruhunla varikoz qalsın. kaş sahil adıma keçirəydim. O bir uğraş bir dəfə də gəlib qəbrimin üstündə dua Ayda. Əcəb oldu. Mən sənə hər gün baxırdım, hər gün gəlib gəldim yava. Sənsə evi saxladın, ildə bir dəfə gördüyün nəvəvə. Get onun evinə də, bura nə üçün gəlmisən? Gəlmişəm təzə evə baxmağa. Mən əmoğlu kimi müftəxor deyiləm. Heç bir qohumuma bir söz demədən 10% ilkin ödənişlə 48 aydakı hissə ödənişlə Park Rezidenskidən ev götürdüm. Gələ bax, bax. Mən sənə fəxr eləyirəm. Ayda. O kimdir? Babanın ruhu dilxor oldu. Dünən gecə yuxusuna girdim, dedim təzə ev almışsan, ev gördüyünə gəl. Ay sivil. Aç qapını, təzə evə mübarəkdir, necə götürmüsən? Həyatım dur zibilləri tulladı. Yaxşı, atacam indi. Gəlirəm. Həyatım zibilləri çıxart da. Yaxşı, indi çıxardaram. Gəl özü deyilsə. Aycan, həyatım nə lazımdır? Şəkli asmaq. Mbappe bura gələcək. Qardaşım da Mbappe ilə bir dənə şey. Alo. Qəşəng. Telefon reklamı zor. İzləyinin üçlü müdafiə ekranı var. Nə? Suya, toza, zərbəyə davamlıdır. Ala. Ayda. Yarım hündürlükdən düşməyə də davamlıdır. Hə, brat. Hə, heç nə, yoldaşımla şəkil asırdıq. Biz ayrılsaq maşın yağı içəcəm. Mən sənsiz neyniyərəm? Alo. Alo. Atma məni, alo. Heç nə də bütün işlərimiz indi paratkos deyəcək.
Amma hər şey yaxşıdır. Ağlamıram, ben başıma ilk Ay gözüme başım Zübeyir, yakın. duygular parladağın oldu. Məsələn, deyib, bütün günü fikir qazı qızda. Mecnun mılar? Təzə müştəri gəlib, gəlir biraz başın açılsın, yaxşı. Davay, taparan ya. Usta salam. Bu maşını məsləhət görsən, yoldaşımı almaq istəyirəm. Yaxşı maşındır. 1.5 motor, plug-in hibrid və sevgilimi istəyirəm. 325 at gücü var, bir də polni zaryadka ilə plus polni bakla 2000 kilometr məsafəni qət eləyə bilərsən. Burada İstanbula kimi gey, qeyd abratını. Götür, sağlıqla. Zordu ki. Qardaş, sənin həyatında elə çox şey olacaq. Heç sən də olmayacaq. Ona qulaq. Başa düşürəm. Bu nə burundur? Nə vaxt kəsdirəsən? Burunlular. Burnunuz girməyən yerə başınızı soxmayın. Ayda. Oksigen oğrusu. İmkan verin, rahat nəfəs alaq. Bizə nə cərrah nömrəsi, nə də ki təzə burun lazımdır. Heç bir cərrah mənim burnumun şotuna özünə Rolex almayacaq. Dənizdə bel üstə üzəndə akulayıq, qarın üstə üzəndə gəmi. Bütün burunların bir-birini oxşadığı şəhərdə sənin burnun unikaldır. Sən öz burnumu əməliyyat elətdirə bilərsən, amma genetik kodun uşaqlarına keçəcək. Biz heç kimin içinə burnumuzu soxmuruq. Özü gelir. Böyük burun böyük ambissiya deməkdir. Böyük məqsəd. Böyük istək. Böyük Hə, amma hamı da elə deyil. Yox, o kinoda görmüşdüm də, o deyil burnu zırpı kişinin. Hər kinoda gördüyün şeyə inanma. Biz həyatınızdan gedə bilərik, amma burunlarımız əbədi yaddaşlarda qalacaq. Geçək. Süper. Məndə də bir şey olur. YouTube bir yandan, Apple bir yandan. Valla. Elə vaxtda da gəlib düşür ki, pulun olmayan vaxtda səndən pul çıxır. Atalar 7-24. At başı uyat. Avara. Ged oradan razılardan get. Məndə pul zad yoxdur, davay. Ged yat. Sarımsaq yeməyi lazımdır. Ayda. Ged Nazım əmdə bir şey var, onu götür gəl, özü bilir. Niye hamısı eyni? Ged yat. Bəs yatdın, dur dayı. Mamarı getdi. Qonşular köçdü. Yekə kişisən. Dayın sənin yaşında sahibkar olmuşdu. Sən nə işlə məşğulsun? 35 yaşım var. Nə vaxt özünə iş taparsan? Biznes ideyası fikirləşirəm. Dayı şotuna qabağa getməyəcəm. Geçək. Narahat olma. Bu da babanın payı. Ay mama, nə edirsən? Sən axı uşaqsan, böyüməmisən. Bax, sən onu Aha. gəlir. Mən yekə kişiyəm, ayıb deyə. Ağzını yum, yeməyini ye. Amiləsin mənim balam. Olar mən gedim. Özünə iş tapmayan kimi sən uşaqsan. Mənim tapışlarım. Nə iş? Ata-ana buraxın da, valla gedib özümə iş tapacağam. Ay qızım, bırak bunu içəridə bir saatlıq oynasın da. Yəni işləmirsənsə, sən hələ uşaqsan deməkdir. Dostlar, bu videonun da sonuna gəldi. Videomu bəyəndisə like atıp aşağıdan kanalıma abunə olmayı unutmayın. Gələn videoda görüşənədək və bunu da unutmayın ki, sevilirsiniz.